Saat 11 radələrində kiçik qardaşım zəng vurdu mənə. Dedi belə yanğın baş verir evdə. Gəldik. Gördük ya millət əlindən yerdə yoxdur. Yaşayış yerində, daim yaşayan yerdə yanğın baş verib. Belə də gördük pajarlı gec gəldiyinə görə belə işdən keçmişdi. Daim da yandı içəridə belə. Yanğın çıxartdıq pajarını söndürəndən sonra. Yangın qutarandan sonra pajarını çıxır gəlir, gəldi. İndi yollar gəlsin, yapsın. Gəlsinlər. Orada gəlmə. Söndürmə, özüm aktorları da. O budur, qanun budur. Pajarını geç gəl. Otaqda qalırdı, bax burada, 3 otaqda. Bu orta otaqda qalırdı. Yəni istiligə görə orta otaqda qalırdı. Odun peçidi yanırdı, qızdı, sönürdü. 3 otaqlı, 1, 2, 3 otaqlı. Bax qapılar orada. 3 otaqda. Onda gəldi, qapını açdı. Gözümü çevirib, gördü qapında içərdən özü kilitlənmişdi. Və həmişə daldan kilitlənirdi ki, özü kilitləyirdi. Yəni içərdən kilitləyib, açınca, qavarınca gördü rəhmətlə gedib də, yanıb da, yəni. Belə oldu. 3 otaqda heç nə də çıxmayıb. Bax gördü, divarlar, yatlar hamısı da yanıb. Vəsiqə məndədir, nə? Vəsiqə ondadır, vəsiqə. Görüşmür axı. Hə? Nə görüşmür? Seyyah lazım olsa zəngilər. Yox, söz var. Mən sən apağımda başqa. Ona görə də heç nə deyər. Onu heç nə deyər. Pajarlı gəlib, gəlməyib, hamısını Sən danışdın. Hətta ki orada danışdığı gəldi kanalda. Orada olur. İçəride sən